Salam, hər kəs salamlayıram. Xahiş edirəm buna diqqətlə qulaq asasınız və bir video paylaşacağım. Deməli, video nədən ibarətdir? Həkimlərimizdən təcili tibbi yardım stansiyalarında həkimlərdən rüşvət tələb olunur. Bu da müdiriyyət tərəfindən olunur. Narazılıq bildirən həkimlər də özünü ələ ala bilməyib, özündən gedib. Müdiriyyətin necə ona qəddarcasına baxdığına siz də baxın. Gördüyünüz kimi müdiriyyətin tibb bacısına necə qəddarcasına qıraqdan durub baxmağına şahid oldunuz. Çox güman ki, təbib bir ölçü götürəcək. Biz cəmiyyət olaraq istəyirik ki, bu rüşvətin aradan qalxsın. Rüşvətin aradan qalxmasından ötəri də belə rəhbərlər işlərindən uzaqlaşdırılmalıdır. Diqqətinizə görə çox sağ olun. Allah millətimizi qorusun.